Bismillah. Bürclərin 4-10 fevral pul axını. Qoç. Pul gəlir, amma səni sınayır. Tələsik xərcləsən axına mane olar. Həftənin sonuna doğru əlavə qazanc şansı var. Buğa. Həftənin pul favoriti gözlənilməz gəlir, işdən bonus, alqı-satqıdan qazanc görünür. Pul sənin tərəfinə axır. Əkizlər. Pul kiçik hissələrlə gələcək. Danışıq, vasitəçilik, onlayn işlərdən gəlir mümkündür. Söz sənin pul açarındır. Xərçəng. Həftənin əvvəlində durğunluq, ortasından sonra rahat açılma, borc gecikmiş, pul geri qayıda bilər. Şir. Şanslı axın var, risk etmədən qazanmaq mümkündür. Xüsusilə 6-8 fevral arası pul xəbəri güclüdür. Qız. Pul var, amma yalnız nəzarətlə. Planlı davranan qızlar həftəni artı ilə baş bağlayacaq. Tərəzi. Kənar dəstək, hədiyyə, kimdənsə maddi kömək ehtimalı yüksəkdir. Gözləmədiyin qapıdan pul gələ bilər. Əqrəb. Gizli qazanc, səssiz razılaşma, şəxsi işlərdən hamıya danışma, pul axını qorunsun. Oxatan. Pul girir, amma tez çıxmaq istəyir. Bu həftə borc vermə, kreditə girmə, saxlayan uduzar. Oğlaq. Əməyinin qarşılığı gəlir, rəsmi ödəniş, maaş artımı və ya müqavilə xəbəri mümkündür. Dolça. Gözlədiyin məbləğ və ya yardım vaxtında gəlir. 4-10 fevralın ən güclü pul axını olan bürcləri. Buğa, Şir, Oğlaqdır.